Bir gün Molla Nəsrəddin rəngi ruhu qaçmış halda gedir həkimin yanına. Ay həkim başı, bir mənə bax, gör dərdim nədir, halsızam. Həkim mollanın nəbzini tutur, bir üzünə baxır, bir gözünə baxır. Axırda gülə-gülə deyir, Molla, qorxulu heç nə yoxdur. Sənin dərdin sadəcə aclıqdır. Keç əyləş, bizlə bir ləzzətli nahar elə, hər şey soğuşub gedər. Molla bu təklifi eşidən kimi dərhal oturur süfrəyə. Elə bir iştahla yeyir ki, süfrədə heç nə qalmır. Qarnı doyandan sonra qapıdan çıxanda qayıdır həkimə. Həkim başı, əlin qolun var olsun. Amma bir məsələ var. Bizim evdə bu xəstəliyə tutulmuş bir neçə adam da var. İndi ki sən belə tez və havayı müalicə eləyirsən, mən gərək onların hamısını yığım gətirim sənin yanına.